Salam hörmətli müəllimlər və abituriyentlər. Bugünkü videomda EMAŞA Müqə giriş kitabından ədədi ardıcıllıqlar və silsilələr bilməsinə aid olan testlərinin izahının davamını verəcəm. Davam edirik 81-ci sualdan. Deyək ki, müsbət hədli BN həndəs silsiləsinin 3 ardıcıl hədlərini hasılayıb 260-dır. Yəni B1 vur B2 vur B3. Bu 260'dır. Bizden soruşur ne? Ortadaki həddin kvadrat kökünü, yani kök altında B2'ni soruşur bizden. Biz de bildik ki B1 vur B3 birlə 3'ün cəminin yarısı 2 olduğuna göre bərabərdir B2'nin kvadratına. Yani bak bu ikisinin əvəzinə mən B2'nin kvadratı yazacağım. B2'nin kvadratı vur, bu da B2 zaten vardı. Beraber 260'dırsa onda B2'nin kubu 2 üstü 60'a beraber olduğundan B2'ni de alacağıq biz ne? 2 üstü 60'ı 3'e böldüm 2, 20. Bizden soruşu kök altında B2'ni, yani kök altında 2 üstü 20'ni, bu da 20'de 2'ye bölündü 2 üstü 10 olacak. O da C variantında. Növbəti sualımız. Növbəti sualımız 82. sual. Deyir ki, silsiləsində S3 bölünsün, S6 beraberdir A bölünsün B. Silsilə vuruğunu soruşur bizden. Silsilə vuruğu görək nəyə bərabərdir? Mən keçən dəfə də bir düstur demiştim. S2K həndə silsilə üçün geçerlidir. Bölünsün SK, S de burada cəmdir. Bərabərdir Q üstündə, yəni silsilə vuruğunun üstündə K üstə gəl 1'e bərabərdir. Bax bu düstur çok güzel düsturdur. Gördüğünüz gibi burada K, burada 2K, yani bu bundan 2 dəfə böyük olmalıdır. Gəlin bunun tersine çevirək. S6 çünkü 6 3'ten böyükdür, o da surətdə olmalıdır. Bölünsün S3. Beraber tersine çevirirse onda bu da B bölünsün A olacak. Düstura göre bu neye beraberdir? S2 üstünde 3, üstte gel 1. Beraber B bölünsün A. Buradan Q üstünde 3 beraber B bölünsün A çık 1. Yani beraber buradan yazım. Q'nun kubu beraber buradan 1 yazaq. A'da 1 çık A. Bunda kök alsak Q beraberdir kök altında 3. dereceden 1 çıx A bölünsün A variantı olacaq. Baxaq görək hardadır o. A variantını görürük bunda. Növbəti sualımız 83. sual. Nömrəsini bilək. 84. 83. sualı deyir ki, ədədi silsilənin ikinci həddi 17'dir. Yəni A2 17'dir. Birinci ve üçüncü hədləri isə uyğun olaraq 2 ardıcıl natural tek ədəddir. Yox, 2 ardıcıl natural tek ədədin kvadratına bərabərdir. Yani ardıcıl tek ədədlər bildik ki 2n'də 2n plus 1 ya da 2n minus 1'dir. Birincisi olsun 2n plus 1 tabii ki kvadratı. O bizde 2n plus 1'den sonra gelen ardıcıl tek ədəd nasıldır? 2n plus 3. 2n minus 1, 2n plus 1 de yazabilirik. İl de yazabilirik. Gelin il yazaq. Demek kiçik olsun. Gelin bakalım. Bu olsun 2n minus 1. O birisi olsun 2n plus 1 kvadratı. Bunlar 2n minus 1 ne? Minus şey yazaq. 2n minus 1 de tek ədəddir. 2n plus 1 de tek ədəddir. Bunlar ardıcıl tek ədədlərdir. Diğer yollar neyine beraberdir? Kvadratına beraberdir. Birinci ve üçüncü. İndi deyir ki, bizden silsilənin birinci həddən tapın. Yəni 2n plus 1, 2n minus 1'in kvadratını soruşur bizden. Gəl n tapaq da buradan. İndi biz də silsilənin ədədi silsilənin hədlərin xassələrini tətbiq edəcəyik. Qaydaya görə kənar hədlərinin cəminin, yəni 2n minus 1'in kvadratı ilə 2n plus 1'in kvadratının cəmi bizdə ortadakı həddin ikimisini verir. Yəni 2 vur 17 deyəcək. Yəni buna sadələşdirək. Alacağıq nə? 4n kvadratı çıx 4n üstə gələk 1. 4n üstə gələk 4n üstə gələk 1 bərabər 2 dəfə deyil 17'nin 34. 4'ün nə silah gələcək? 8n kvadratı bərabər 34. 1, 1, 2 ili sağa keçirin çıx 2. 8n kvadratı 34. 34 çıx 2. 32. N kvadratı 4. N de tabii ki burada n nədir? Ədədi də. Bəli. N olacaq 2. N yerine 2 yazsam, məndən soruşur nə? Birinci həddi 2n çıx 1'in kvadratı. O da 2 dəfə 2, n yerine 2 yazsam 2 vur 2 çıx 1'in kvadratı. O da 9 eləyəcək. 4 çıx 1, 3, 3'ün kvadratı 9. Bəli, E variantı. Növbəti sualımıza baxırıq. Növbəti sualımızda nə deyir? Deyir ki,
9 metre yükseklikten atılan top her defa yere değdikten sonra əvvəlki yüksekliğin 4'te biri kadar hündürlüğe kalkır. Diğer top dayanana kadar neçə metre yol gitmiştir. Təsəvvür edin, birinci top burada 9 metre mesafeden düşür aşağı. 9 metre. Sonra deyir ki, əvvəlki yüksekliğin 4'te biri kadar hündürlüğe kalkır. 9'un 4'te biri kadar kalkır. 9'un 4'te biri kadar kalkır. Tabii ki təzədən yine düşəcək aşağıdan. Yine de 9'un 4'te biri kadar düşür aşağı. Sonra təzədən yine kalkır. Bu dəfə buna bak, bu 9 vurulsun 4'te 1 yoktu. Bunun 4'te 1'i kadar. 9 vurulsun 4'te 1'in 4'te 1'i kadar kalkır. Təzədən yine hemen kadar 9 vurulsun 4'te 1'in 4'te 1'i kadar yine düşür aşağı. Bu şekilde devam ediyor. Deməli əvvəl nə qədər getdiyi məsafə 9 idi, düşdü aşağı. Sonra 9'un 4'te 1'i qalxdı. 9'un 4'te 1'i endi. Toplayanda 9'un 4'te 1'i ilə 9'un 4'te 1'ini toplayanda 9'un 4'te 2'si, yani 2'de 1'i eləyəcək. Yani 9'un 2'de 1'i növbəti məsafə 9'un 2'de 1'i. Ondan sonra baxaq buna. Deməli 9'un 4'te 1'inin 16'da 1'i. 9'un 16'da 1'in qalxdı. Ve 9'un yine 16'da 1'in endi. O da 9'un 16'da 2'si, 9'un 8'de 1'i olacak. Olacak ne? 9'un 8'de 1'i bu şekilde devam ediyor. Şimdi burada diğer bize bu cəmi tapın. Fikir verin. 9, 9'un 2'de 1'i, 9'un 8'de 1'i. Demek burada bu aradaki vuruq 2'de 1'dir. Bu arada vuruq ise 4'te 1. Demek bu birinci hədd değil de 9 qarşı kənarda sonsuz olan həndəslərin cəm tutur bir daxı S beraber B1 bölünsün 1 çıx 2. Burada birinci hədd artıq budur. Bakın bu. Demek 9 qalacaq kənarda. Üstə gələk birinci hədd 4'ün 9'da 1'i. Yəni 4 onda 5 yazaq da. Çıxılsın 1 çıxılsın 2 neçədir? 2'de 1 sonra 8'de 1 gəldin ki 2 4'te 1'dir. 4'te 1'i çıxanda yəni 0.25 çıxanda yəni 4'te 1 yazaq da. O da beraber gəlin hesablayaq. 9 üstə gələk. 4 onda 5 bölünsün 4'te 3'tür. Onun tersine vuranda 3'te 4'e vuraq. O da neçə olacaq? 9 üstə gələk. 9 üstə gələk 6. Bəli. Bu gedir 1 onda 5 qalır. 1 onda 5 4'e vuranda 6. O da 15 olacaq. Demək ümumiyyətlə 15 metre yol gitmiş olacaq. 85 onun oxşarı. 85'i de özünüz yazarsınız. 86'ya baxaq. Bir şekilde tərəfləri bir-birindən 2 dəfə fərqlənən kvadratlar çəkilmişdir. Yəni oxşar figurlardır. Bir-birindən 2 dəfə fərqlənir. Yəni K oxşarlıq əmsalı 2'de 1'də. 2 dəfə kiçikdir hər dəfə. Yəni K 2'de 1'dir. Əgər böyük kvadratın tərəfi 2'dirsə, birinci kvadratın tərəfi 2'dirsə, alınan bütün kvadratların perimetrlərinin cəmini tapın. İkinci kvadratın perimetri olacaq 2'nin 2'de 1'i qədər. Ondan sonraki 2'nin 2'de 1'inin 2'de 1'i, yani 2'nin 4'te 1'i kadar. Bu şekilde devam edecek. O da beraber. Gördüğünüz gibi burada 2'nin 2'de 1'e vurur. 2'nin 2'de her defa 2'de 1'e vurur görürsünüz. Yani burada ile birinci adı 2'dir. 2'yi bir üstte bir çıkılsın. Sizle burada 2'de 1'dir. O da 4 olacak, cevap 4'tür. A variantında. Növbəti sualımız tərəf 80-cidir bu. 87'dir. Tərəfi 12 olan beraber tərəf üçbucağın tərəflərin orta nöqtələrinin birləşməsində alınan üçbucaqlar çəkilib. Bu hal sonsuz adəyə təkrarlanırsa alınan üçbucağın perimetrləri. Yine bilirik ki üçbucağın tərəflərin ortasını birləşdirən birləşməsində alınan üçbucaqların hər birinin perimetri böyük üçbucağın perimetrinin yarısına bərabərdir. Yine eyni qayda ilə. Böyüyün tərəfi bizdən soruşur perimetrlərin cəmi. Böyüyün tərəfi 12 ise onda birinci perimetri olacaq ne? 36. Ondan sonraki üçbucağın perimetri olacaq 36'nın 2'de 1'i. Üste gelək 36'nın 2'de 1'in 2'de 1'i, yani 36'nın 4'te 1'i. Bu şekilde devam ediyor. O da beraber sonsuz oldu. 36 1 çıxılsın 2'de 1'e vurdu her dəfə. 2'de 1. O da 72 olacaq. Cevabımız 72 C variant. Növbəti sualımız 88. sual. Diğer ədədi silsilədə D 6'dır. Ve bu yani 6 silsilə fərqinin bu silsilə fərqi ve bu fərq düz oxuyum, səhv oxudum desin. Bir de oxuyum cümləni. Deyək ki, ədədi silsilədə D6, yəni silsilə fərqi 6 və bu fərq, yəni 6 silsilənin 12-ci həddinin 25%'ini təşkil edir. Yəni 6 bərabərdir A12'nin 25%'i də %25
25'i. Buradan da ekstra yaparsam yani 6 bərabərdir A12'nin 4'te 1'i. Onda belə çıxır ki A12 24'tür. D'den neçəydi bizdə? 6 idi zaten. D'de 6'dır. Bizden soruşur A1'i. A1'i yazıram buradan beraber. A12 var axı bizdə. A12 çıx olacaq. Çünki birdən 12 çıxanda mənfi 11 ilə 11D. O da 12, A12'nin qiyməti 24 çıxılsın 11 vurulsun 6. 24 çıxılsın 66. Mənfi 42 olacaq. O da A variantında. Davam edirik. Növbəti sualımız 89-cu sual. Nömrələr burada görünmür. 89-cu sual. Deyir, hədlərini sayı cüt olan sonlu həndəsizlərin tək yerdə duran hədlərin cəmi 40'tır. Məsələn, 4 dənə sonlu, nümunə kimi yazıram, istənilən hamısı üçün keçərlidir. Hədlərin sayı cütdür, yəni 4 dənədir. B1, B2, B3, B4 nümunə üçün yazıram. 6 yaza bilərsiniz, 8 yaza bilərsiniz, 12 yaza bilərsiniz, fərqi yoxdur. Deyir ki, tək yerdə duran hədlərin cəmi 40'tır. Yəni B1 üstə gələk, B3 40'tır. Silsilə vuruğu Q, yəni 3'tür. Silsilənin bütün hədlərinin cəmini tapın. Silsilənin bütün hədlərinin cəmi hamısıdır da, düzdür. Tapmaq üçün B1 ilə B3-ün cəmini bilirik, B2 ilə B4-ün cəmini gələk tapaq. B2 üstə gələk, B4'ü gələk tapaq. Bunu B2'ni buradan B2 vur B4. Gəl mən buradan B1'i çıxarsam kənara. Yox, Q'nu çıxardım kənara. Niyə? Çünki baxın. Gəlin bir yazmayın yaxşısı. B2'nin əvəzində B1Q, B4'ün əvəzində B3Q yazıram da, düzdür. Q'nu çıxardıram kənara. B1 üstə gəlib B3 qalır. O da bərabər 3 vurulsun. Q'də bu. Q'nun yerini 3 yazıram. 3 vurulsun 40. O da 120 olacaq. Gördüğünüz kimi, ümumiyyətlə buradan qayda kimi yaza bilərik ki, S cüt yerdə duranların cəmi bərabər silsilə vuruğu, yəni Q vurulsun S tək yerdə duranların cəminə. Bunu qayda kimi yadda saxlaya bilərsiniz. Mən uzun getdim, çünki izah üçün demək, belə uzun getdim mən. Əslində belə qaydını yazan daha tez yazırıq. Demək, bizə soruşur nə hamısını? Cütlərin tək yerdə duranların cəmi 40'tır, cüt yerdə duranların cəmi 120'dir. Toplam cəm 160 olacaq. 160 da B variantında. Gəlin buranı siyahı yazılıq. Davam edək. Növbəti sualımız 90-cı sual. Deyir ki, burada 160 almışdıq. Deyir K, M, N, Q həndəsi silsilənin arcədləridir. Yəni M, K ilə N arasında durub da, yəni M'in kvadratı bərabərdir K vurulsun N'ə. Və yaxud da N də M ilə Q'nun arasında durub, yəni N'in kvadratı bərabərdir N vurulsun Q'yə. Bu şəkildə yadda saxlayırıq. Və yaxud da kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. M, N bərabərdir K, Q. Bax, bunlar yazırıq, çünki bunlar lazım olacaq bizə. Nə verib bizə? K üstə gələk Q 20'dir. K, Q də 4'tür. K, Q də M-ə bərabərdir. Yəni alırıq ki, M-in də elə nədir? 4'tür. Bizə soruşur M-in kubu üstə gələk N-in kubu. Bizdə M-in kvadratı var. M-in kubu olmasın, gələk bu tərəfi hər tərəfi M-ə vuraq. M-ə vursam alıram M-in kubu bərabər M, K, N. N'in kubunu almaq üçün bunu da hər tərəfini N'ə vururam. Alıram N'in kubu bərabər N, M, Q. Aparım yerini yazıram. M'in kubunun yerine bunu yazıram. M, K, N. Üstə gələk N'in kubunun yerine N, M, Q yazıram. Bərabər. Gəlin burada hər ikisini M'ini çıxardım kənara. Bunları çıxartdım. K üstə gələk Q qaldı. Bunların da qiyməti vəssalam. M'in 4 idi. K üstə gələk Q'ndə zaten özü 20 vermişdi. O da 80 olacaq. 80'de baxaq. D variantında. Növbəti sualımız 91-ci sual. Baxaq görək nə deyir. AN ədədi silsiləsində silsilə fərqi, yəni D 6'dır. Onun 6-cı həddi 20'dir. A6 20'dir. Onun birinci həddini soruşur. Bu sadə sualdır. A1'i soruşur. A1'i tapmaq üçün bizdə A6 var deyə A6'dan çıxacağıq 5 dənə D-ni. Çünki 1'dən 6 çıxanda mənfi 5 yer ona görə. Yəni 20'dən çıxacağıq 5 vurulsun 6'nı. O da mənfi 10'dur. C variantı. Bu çox sadə sual idi. Davam eləyək. Növbəti sualımıza baxırıq. Deyir ki, sonlu həndəs silsiləsinin arca hədləri olarsa XZ çıxılsın Y fərqini tapın. Gəlin baxaq. Baxın buradan baxaq.
Hendəs sistem xassisine göre bakın. Bak bu y nəzərən, bax x də z də kənar hədlərdir. Yəni x z bərabərdir y-in kvadratına. Digər tərəfdən yenə y nəzərən, yenə 3 ilə 27 də kənar hədlərdir. Onda yenə 3 vurulsun 27 də bərabər nəyə? Y-in kvadratına. Buradan bir y-in kvadratını tapırıq. Çox keçək. Yazırıq buradan nə? Y-in kvadratı bərabər 3 vurulsun 27, yəni 81. Onda y təbii ki 9 olacaq. Y 9'dur. Buradan da alırıq ki xz ilə xz də y-in kvadratının yəni 81'e bərabərdir. Aparıb burada yerine yazırıq. Xz'in yerine 81. Çıxılsın y-in de yeri 9 idi zaten. O da 72 olacaq D variantı. Növbəti sualımız. Ədədi silsilədə AK Q'dür. AK də K'dır. K ilə Q fərqlidir. AM soruşur bizdən. Yəni baxaq. Deməli AM'i tapmaq üçün AM bərabərdir. Bizə verilən hədlər bunlar deyə AK ya da AQ'dən birini istifadə edeyim. Mesela AK'dan istifadə etsəm, üstə gələk M'dən N çıxıram. M çıxılsın K, D. Amma mən hər D-ni bilmirəm, baxın. D-ni tapmaq üçün yiyəcəm. Gəlin baxaq. Deməli, AK'nı yazıram Q'ya bərabərdir. AQ'nu da yazıram K'ya bərabərdir. Bunlar tərəf-tərəfə çıxsam, deməli çıxanda K çıxılsın Q dənə D. K çıxılsın Q dənə D bərabərdir. Q çıxılsın K. Q çıxılsın K. Buradan da D. Bunlar bir-birinin əksi daxı. -1'e bərabərdir. Aparın, bax burada yerinə yazıram. Bərabər, yəni AM bərabər. A, K'nın qiyməti, yəni Q. Üstə gələk M çıxılsın K vurulsun D, yəni -1. Bunu da açsam nə alıram? Q çıx M üstə gələk K. Və yaxud da K üstə gələk Q çıx M hansıdır görün. Bir A variantında. Növbəti sualımız. Tamam eləyək. 94-cü sual deyir ki A1 B1'dir. Yazaq A1 B1'dir. A7 11'dir. B11'dir. Üzrü sayın. A10 üstə B K'dır. K kvadrat çıxılsın 2K'nı tapır. Tapın deyir. Biz də baxaq. 13'dən birin cəmlici ilə 14 yarısı 7'dir. Belə çıxır ki bu ortancıl həddir. Onda belə çıxır bu da ortancıl hədd olacaq. Onda belə çıxır ki 1 üstə gələk K bərabərdir 2 vur 11. Onda K da olacaq 21. Bəli 21. Aparım burada yerine yazıram. 21'in kvadratı çıxılsın 2 vur 21. O da 21 çıxarsam 21 çıx. 12, 21 çıx 2 vur 19. Axır 9'dan qutardı 189. Yox, nə bilim 2'dən 9 var. Gəlin bırak. Ya da belə deyək də elə. 21'in kvadratı çıxılsın 2 vur 21. Gəlin baxaq. 2 vur 21. 21'in kvadratı 441'dir. Çıxılsın 42. Bəli 399. B variantıymış. Keçid 95'e deyir. Kinoteatrda hər sıradakı yerlərin sayı özünə və yerlərin sayından bir vahid çoxdur. Özünə və bir vahid çoxdur. Belə çıxır ki silsilə fərqi 1'dir. Buna göre ilk 15 sırada en az neçə şagird əyləşə bilər? En az dediğine göre B1 gələk birinci yerde 1 dursun da. Yani A1 1 olsun. İlk 15 sırada S15 soruşu bizden. En az olması için gələk birinci yerde bir adam otursun da. Ona göre en az 1 olur. Onda S15 bərabərdir. Gəlin burası silin. Bu əvvəlki misal aiddir. A1 üstə gələk A15 ya da bir üstüne yazıq da 2'nin A1'ni. 2A1 üstə gələk 15'ten 1 çıxdım 14D böl 2 vur 15. En az bu qədər olmalıdır. 2 vurulsun 1 üstə gələk 14 vurulsun D'də 1'dir. Böl 2 vur 15. 16 2'ye böldüm 8. 8'de 15'e 120 en az 120 əyləşə bilər. B. Tamam 96. sualda ne deyir görək? 96. sualda deyir ki Q parametrin hansı qiymətində ardıcılığı ən kiçik həddi 40 olar. Ardıcılığın ən kiçik həddini tapmaq üçün gəlin tam kvadratını açsam bunu. A n bərabər n kvadrat üstə gələk 2n. 2'nin yarısı neydi? 1 üstə gələk 1 əlavə elədim 1 çıxıram.
Üste gerek 2, 2, üste gerek 5. Bu sade ifade olduğunu göre burada nedir? Tam kvadratını ayıramam. Bir yazabilir tabii ki. Mənfi 1 bölü 2a düsturundan tapabilirik. Orada yeni şeydi. En kiçik ədəd tapmaq üçün mənfi 1 bölü 2a aparıb yerinə qoyub hesablayacağıq. Və yaxud da n bərabər 4ac çıx b kvadratı bölünsün 4a düsturunda yaza bilərik. En kiçik qiymət budur. Ama mən bir daha rahat yazıram belə. Çünki bu sadə ifadədir. Bax bu bizə verəcək n üstə gələk 1'in kvadratı üstə gələk. Gördüğünüz kimi burada n natural olmalıdır. Biraz ona dikkat etmək lazımdır. Bu bizə nə verəcək? 2p üstə gəl 4. En kiçik qiyməti normalde burası 0 olursa ala bilər də, düzdür. En üstə gələk 1 gələk 0 olsun. Onda gələk n mənfi 1 olsun. Axı n nömrədir burada artçılığın həddinin nömrəsidir. Mənfi 1 ola bilməz. Ona görə yine mənfi 1'dən sonraki ilk natural neçədir? 1. En yakın natural neçədir? 1. Yeni yerine mecburen 1 yazam. Onda olacak ne? En kiçik həddi a, yeni yerine 1 yazmalıyım. 1'e çıxıq birinci həddir. O da beraber yeni yerine 1 yazıram. Burada olacak 1'in üstə gəlib 1, yani 2'nin kvadratı 4, üstə gəlib 2p, üstə gəlib 4. En kiçik həddi bu da. Diğer o da 40'a beraberdir. Burada anlam ki 2p üstə gəlib 8, 40'dır. Onda p'də 8'in 40 çıxanda 32, 32'nin 2'ye 16 olacaq. En burada funksiya kimi baxsaq, onun enin natural olduğunu nəzərə almaq lazımdır burada. Bu en değil ama hörmətli müəllimlər. Bu en funksiyadakı endir. Bu en x'in yerine durub. Yani burada emin tapırıq. Çok xırdalamayayım, karıştırırsın da. 97'de de en qaydını yazacağız. Bak burada ama fikirlerim bir yazıram bakın. Burada yazmayaq onda. A n beraber n kvadratı çıx 4n, 4'ün yarısı 2 idi. 2'nin kvadratı 4 əlavə etdim, çıxdım. Üstə gələk 2, 2, çıx 14. Burada ne alırım? Bak bu üçündən. N çıxılsın 2'nin kvadratı üstə gələk. Buradan bir ne kaldı? 2, 2, çıx 18 kaldı. Burası 0 olabilir mi? Bəli. N çıxılsın 2 beraber 0 olabilir. Onda n gələk 2 olsun. Bəli 2 naturaldır. Mümkündür. Onda n yerine 2 yazacağıq. A 2 beraber n yerine 2 yazanda burası 0 olur. Kalır 2, 2, çıx 18. Bu da diğer neye beraberdir? 20'ye. Onda Q 38 bölü 2 19 olacak B variantında. Bak yine bunun fərqini görünəsi diye ikisini de yazdım. Bak n mənfi 1 olmuştu. Natural mənfi 1 olabilmez axı nömrə. Onu götürməyək 1'e en yakın naturalı yani 1'i götürdük. Burada növbəti sualımız 98. sual. K, Q ədəd silsilənin arz ədədləridir. Yani K ile n'in cəmi Q ile m'in cəminə bərabərdir. K üstə gələk n beraber Q üstə gəl m. Veya bak bunu üçüne baksam K ile m'in cəmi 2Q'ya beraberdir. Görüm nasıl lazım olacak bize. K üstə gələk m beraber 2Q. Veyahut da bu üçüne baksam ortancıl m keçəcək. Onda Q üstə gəl n beraber 2m olacak. Görə bunlar hansını istifadə edəcəyik? Diğer bizden silsilə fərqi yani D3'tür. Bizden soruşub bunu. Gəlin birlikdə. Yok bir ifadem bu tərəfdə var ya bakın. Bizden soruşub bir ifadəni. Gəlin bunu A kubu üstə gəl B kubu kimi açaq. Q üstə gələk m. Q kvadratı üstə gələk. Yok çıxılsın Q m üstə gələk m kvadratı. Bölünsün Q üstə gələk m. Bir de ardınca çıx Q m vardı. O da beraber Q üstə gələk m ilə gələcək qalacaq Q kvadratı çıxılsın Q m. Üstə gələk m kvadratı çıx Q m. O da beraber Q kvadratı bu Q'dur. Çıx QM, çıx QM, çıx 2QM. Üstə gələk M kvadratı. Buradan alacaq ki ne? Q çıxılsın M'in kvadratı da bu. Bakın burada Q çıxılsın M çıxılsın Q və yaxud da fərqi yoxdur. Q ilə M ardıcı hədlərdir. Heç bunlara ehtiyac qalmadı. Bunlar ardıcı hədlər olduğunu görə Q çıxılsın M və yaxud da M çıxılsın Q beraber D yani 3'e. Yani burada D olacaq 3'ün kvadratı 9 olacaq bu da. A variantı. Tamam elədik 99'a. Deyir ki ədədi silsiləsində olarsa A1'de silsilənin ümumi ədədini düsturun yazı. Yani AN'i soruşur bizden. Baxaq burada ne görürəm mən? Burada 6 ile 13 toplayanda A19 edir bu. Daha doğrusu 6 ile 13 toplayanda 19 edir. 19 2'ye bölsək. Ümumi ədədini düstur bizə ne lazım? D lazım. D'nin tapmasında uzun gitmirəm. Gəlin buradan yazım. Bunun əvəzi yazıram bax.
A6'nın əvəzini yazıram. A1 üstə gələk 5D. A13'ün əvəzində A1 üstə gələk 12D. Bərabər 48. A1'lərin 7 olduğunu nəzərə alsaq 14 üstə gələk 5-dən 12-nin cəmi 17D bərabər 48. 17D bərabər 48'den 14 çıxanda 34. D də 2'dir. AN də bərabərdir. A1 üstə gələk N minus 1 D də. A1'in qiyməti var bizdə. Çünki A1'dən istifadə edirik. Ona görə də 7 üstə gələk N minus 1 vurulsun. D də 2'dir. Mütərizəni də vurub açsaq 2N üstə gələk 5. Burada yoxdur, yakın mütərizədir. Bəli, E variantında. Növbəti sual, 100-cü sual. B, N müsbət hədli həndəsizlədir. Bunu oxşaran deyəsin yazmışdıq, bəli. B1 ilə B2'ni, B1 ilə B3'ün kvadratı B2'ni, belə deyirəm, B1 ilə B3'ün hasılı B2'nin kvadratını verir. Çünki yolların ortasına düşür də B2. Onda belə çıxır ki, bu ikisinin yerinə mən B2'nin kvadratını yazsam, B2 də burada vardı, B3'ün kub olacaq. B2'nin kub olacaq. 2 üstü 30'dur. Onda B2 bərabərdir. 3'e böləndə 2 üstü 10. Bizden soruşur kök altta B2'ni, yəni kök altta 2 üstü 10'u. O da 2 üstü 5 olacaq. Onda 32 kim verib? Burada C variantı gördük. 101'e deyir ki, həndəsizlərin ilk 8 ədinin cəmi, yəni S8, ilk 4 ədinin cəminin, yəni S4'ün 16'da 17 nisbətində bərabərdir. Soruşur bizdən Q'nü. Burada neyi? Ən qəşəng bir ifki verin. S4'e bölüm hər tərəfi. S8 bölünsün S4 bərabər 16. 17 bölünsün 16. Bax, mən bayaq da üstü yazmışdım, görürsünüz. S2K bölünsün SK bərabərdir. Q üstü K üstə gəl 1. K bizə 4'dür. Onda belə çıxır ki, bizə bu Q üstü 4 üstə gəl 1'i verir. Bu da 16'da 17. Biri yazan daha tez olur da ona görə bu üstü yaxşıdır. Q üstü 4 bərabər 16'da 17'dən 1 çıxanda 16'da 1 qalır da, düzdür. Onda Q'də olacaq. Hədləri müsbət dediyinə görə müsbət demir yox. Ona görə də plus minus 2'də 1 olacaqdır. A variantı. Növbəti sualımıza baxırıq. Ümumi həddi bu olan sizə nədir? AN bölünsün AN plus 1 bərabərdir. Mənfi olursa yeni tapın. Yaparaq yerinə qoyaq da. AN bizdə budur. Mənfi 3'lü N bölünsün N faktorial. Bölünsün bu. Bölünün tərsinə vuracağım təbii ki. Bunun N yerine N plus 1 yazıb tərsinə vuracağım. Gəlin bax buradan. AN plus 1 yazsam uzun getməyək deyə bir yazıram. AN budursa AN plus 1 də N yerine N plus 1 yazıq görürsünüz. Onda hər yerdə N yerine N plus 1 yazacağım. Mənfi 3 üstündə N plus 1 bölünsün N plus 1 faktorial. İndi AN'i AN plus 1'e böləndə kəsr bölünə bax, tərsinə vuracağım. Mənfi 3 üstündə N plus 1. Burada da N plus 1 faktorial. İxtisar aparsaq, bu da bərabər deyir 2'ye. Gəlin ixtisarlarımızı aparaq, deyir 2 mənfi 2'ye bərabər daha doğrusu. İxtisarlarımızı aparaq. N plus 1 faktorial, N faktorialın bir vahid böyük olduğuna görə yuxarıda qalacaq N plus 1. Burada 3 üstü N, 3 üstü N plus 1'in ixtisara gələcək, mənfi 3 üstü daha doğrusu. Aşağıda qalacaq mənfi 3 üstündə 1, yəni mənfi 3'ün özü. N plus 1 surətdə qalmışdı, mənfi 2. Buradan N plus 1, 6 alıram. Bunda N neçə olacaq? 5 olacaq, düzdür. Bizdən N soruşdu zaten. O da 5, E variantı. 103-cü sual. Deyir ki, müsbət hədli həndəsizlərin ilk 4 həddinin cəmi, yəni S4. Həndəsizlərin ilk 4 həddinin cəmi S4. İlk 2 həddinin cəminə nisbəti 3'dür. Yəni ilk 4 həddinin cəminin ilk 2 həddinin cəminin nisbəti 3'dür. Yəni S4 bölünsün S2 3'dür. Həndəsizlədir. Onda belə çıxır, bu Q'nun kvadratı üstə gələk 1'dir də, 3'e bərabər olan. Onda Q'nun kvadratı 2 olacaq. Q də müsbət hədli dediyinə görə kök altında 2, müsbət 2. Müsbət deyir axı. Bizdən soruşur nəyi? Silsilənin 6-cı həddi ilə 1-ci həddi. Bu silsilənin 6-cı həddi 1-ci həddindən neçə dəfə? Bir də oxuyuram. Bu silsilənin 6-cı həddi 1-ci həddinin neçə mislidir? Yəni A6, B6 bölünsün B1'i soruşur bizə. O da Q üstü 5'dir də. Altdan 1 çıxanda 5 edir. Q də kök altda 2'dir. Kök altda 2'nin üstündə 5. O da 4 kök altında 2 deməkdir. D variantında.
104, 3 ve 7 ədədlərin arasında ədəd silsilə təşkil edən 11 dənə ədəd yerləşdirdik. 11'in yerləşdirmişi ise onda bu birincidir. 11'in yerləşdirmişik. Bu da oldu 12 dənə. Bu da A13'dür. Düzdür. 11'in yerləşdirmişik. İkisi de vardı. A13 olurdu. Onu bir çıxır. A1 3'dür. A13 de 7'dir. Bu silsilənin ilk 3 ədədinin cəmini ədəd silsilə deyir. Yəni A1 üstə gələk A2 üstə gələk A3. O da 3 dənə A2'dir. Yəni A2'ni tapaq en yaxşısı. A2'ni tapmasını deyəni tapaq. A13 7, A1'də 3. Tərəf-tərəfə çıxsam 13'dən 1 çıxanda 12D. 7'dən 3 çıxdım 4. D 3'də 1'dir. A1 3'dür. D de 3'də 1'dir. Onda A2 olacaq. A1 üstə gələk D. Yəni 3 üstə gəl 3'də 1. O da 3'də 10 edir də. Düzdür. Burada da paraf A2'nin yerine 3 vurulsun. A2'nin yerine 3'də 10 yazsam 10 qalacaq C variantı. Siz de tek tapa bilərsiniz. Fərqi yoxdur. A1, A2, A1 var. A2, A3 də toplaya bilərsiniz. Mən belə yazdım. Növbəti sualımız. Deyir ki, verilen artçılıq monoton artan olarsa. Əvvəla n plus 1 gərək nə olmasın? 0 olmasın. N beraber olmasın. Mənfi 1'e zaten mənfi 1 deyil. Çünki n naturaldır. Bu heç bunu nəzər aldıq. Monoton artan dediği, monoton artan ne demek? Yani n'in emsalların nispeti, yani k bölünsün 1. Böyük olmalıdır. Serbest ədədlərin nispeti, yani 1 bölünsün 1. Buradan da k böyük 1 alırıq. D variantı. 106 deyir, üstüne verilmiş artçılığın ilk 10 ədədinin cəmini tapın. Yəni S10 soruşur da. Gəlin bunu vurgularına ayıraq. Bunu bu şekilde yazabilirik. 4 bölünsün. N üstə gəl 1 ilə N üstə gəl 2'nin cəmi də bu. Onda A1 olacaq nə? N'in yerine 1 yazsam ilk 10 ədəd deyir də. N'in yerine 1 yazsam 4 bölünsün. 1 yazsam bura 2 vur 3. Üstə gələk 4 bölünsün 2 yazsam A2 2 yazmaq deməkdir. 3 vurulsun 4. Və s. gördük ki N'in yerini neçə yazıram? İlk 10 ədəd. N'in yerine 10 yazsam 4 bölünsün 11 vur 13. Bu da bildiğimiz adi onluq ədəd adi ve onluq kəsilə bölməsində keçdiyimiz misallara bənzəyir də gördüğünüz kimi. Bunu da yazmanın qaydası nədir? Fil qulaq usulunu yazırıq. 1 bölünsün məxrəcdəki ədədlərin fərqi. N'in yerine 1 yazsam 2, 3. N'in yerine 10 yazsam 11, 12 bu 12'dir. 1 bölünsün aradaki fərq 1'dir. 1 bölünsün 1. Sonra davam metodoloji açırıq. Fil qulaq usulundan bak 4 bölünsün 2. Çıxılsın növbəti qulaqda 4 bölünsün 12. O da beraber 1 bölünsün 1 zaten 1 eləyir. O da 12'de 20. Düzdür. Düzdür. 24, 20 bəli. O da kısa geçse 4'e 3'te 5 kaldı. 3'te 5 D variantı burada. 3'te 5 gördüğünüz gibi C variantında. Növbəti sualımız 107 deyir ki en sade olan da bu düsturunu hesablayın. En sade olmayan da bu düsturunu hesablayın. Artçılığın ilk 4 ədədinin cəmi. Yani A1, A2, A3 ve A4'ü soruşur bizde. A1'i tapsaq 1. N1'de görsün nömrədə görürsünüz. 1 sadedir. Yok. Onu da burada yerine koyup hesablayırıq. Sade olmayan da. N'in yerine 1 yazsam 2 vur 1 çıxılsın 3. O da mənfi 1. A2, N2'dir. 2 sadedir mi? Bəli. Fark birinci de yerini yazırıq. 2'nin kvadratı çıx 2. O da 2. A3. 3 sadedir mi? Bəli. Aparıb burada yerini yazırıq. Yenə 3'ün kvadratı çıx 2. O da 7 eləyir. A4 4 sade değil. Onu da burada yerini yazırıq. İkinci de 2 vur 4 çıxılsın 3. O da 5. Aparıq yerini yazırıq. A1 bizden neçəydi? Mənfi 1 üstə gələk A2 2 idi. A3 7. A4 de 5. Toplayanda 12, 14, 13. E variantı diye buradadır. Növbəti sonra verilen artçılıq sabit artçılıq sabit ait kesinlikle bir yazmışdıq. N'in emsalların nisbəti beraber serbest ədədlərin nisbətinə. Yani 12 bölünsün 3 beraberdir. Mənfi k plus 1 bölünsün mənfi 2.
Buradan 12'ni 3'e böldüm. 4 beraber menfi k plus 1 bölünsün menfi 2. Buradan çarpaz vuran menfi k plus 1 beraber menfi 8. Menfi k menfi 9'dur. Onda k'da 9 olacak. K'nı soruş bizden. K 9. B variantında. Növbəti sual 109. sual. Davam edək. 109. sualda ne deyir? Şekilde biraz yaxşı düşünməyib. Düsturla verilen ardıcıllığın neçə həddi tam ədəddir? Yəni, bu nöqsanı kesin yazmışdıq. Deməli, surəti məxrəcə bölük 3n kvadratı çıxılsın 3n plus 18. Hökmən məxrəcdəki ifadəyə bölürük. Tam hissəni ayırmaq üçün. 3n kvadratını n'ə böləndə 3n olacaq. 3n'i buradan n plus 1'ə olacaq 3n kvadratı. Üstə gələk 3n. Sonra çıxıram. Çıxanda bunlar gələcək. Mənfi 3n'dən 3n çıxanda mənfi 6n eləyir. Üstə gəl 18'i gətirəm yanına. Mənfi 6n'yi n'ə böləndə mənfi 6 eləyir. Mənfi 6'nı n plus 1'ə vuranda mənfi 6n minus 6. 6n'lər islah gedir. Çıxanda 18'dən mənfi 6 çıxanda 24. Demək, bax bu a n ifadəsi bərabərdir. Tam isə bizdə 3n minus 6'dır. Üstə gələk 24 bölünsün. N üstə gəl 1. Bizə deyir ki, neçə hədd tam ədəddir. Yəni 24 neçənin natural böləni var. Hmm, 24 böyüyə də dolduğuna görə bunu ayrı yazmaq bize sərf eləməz. Amma yazıq da yəni. 24'ün natural bölənlərin sayını tapan neçə tapırdıq? Böldük 2'yə. 2'nin kubuna böldük 3. 3'də 3'ə 1. Natural bölənlərin sayını tapan ne yerdik? 24. 2 üstü 3'dür. Bir də 2, 3'dür. 1'dir də. Qüvvətlərin üstünə 1 gəlib. Yəni 3'ün üstünə 1 gələm 4. 1'in üstünə 1 gələm 2. O da 8. 8 dənə ədədə bölünür də. Düzdür. Natural bölənlərini götürürüm. Çünki n'lər naturaldır da. 24 8 ədədə bölünür. Onlardan biri de 1'dir. N plus 1. 1 olabilir mi? Onda gerek n ne olsun 0. Axı n 0'dır. N 0 olabilmez nömrədə axı. Onu görə bir dənəsini çıxırıq. 8 dənə olmalıdır normalde. Birini çıxırıq qalır nə? 7. Amma n plus 1 2 de olabilir, 3 de olabilir, her şey olabilir. Bircə 1 olabilmir. Çünki n natural olduğuna görə heç bir natural ədədin üstünə 1 gələndə 1 olmaz. 7 dənə qaldı. Tek biraz uzun gedər ona görə, amma tek tapa bilərsiniz. Baxaq, növbəti sualımız. Düsturla verilmiş ardıcılığın neçə həddidir, yoxsa hansı həddidir? Yəqin neçə həddi olar, baxaq da, müsbətdir. Görək, deməli, müsbət, baxaq. N naturaldaxı, yəni n müsbətdir. Mənfi 2, n üstə gələk 8 bölünsün, n üstə gələk 3, müsbət olsun. Bu natural olduğuna görə bu həmişə müsbətdir, bu heç. Qalır 2, mənfi 2n, üstə gəl 8, böyük 0. Buradan 2n kiçik 8, n də kiçik 4. 4'dən kiçiyin içində nə var? Natural nömrə 1, 2, 3. O da 3 dənədir. Davam edirik. Deyir ki, ardıcılıq sabit ardıcıllıq olarsa. Sabit ardıcıllıq bayaq da demişdik. N əmsalların nisbəti sərbəst ədədlərin nisbətinə bərabər. Yəni 3'ün 4'ə nisbəti bərabər sərbəst ədəd nədir? Bizdə bax budur. K 2 bölünsün mənfi k kvadratı. K'nın bir gedir. 4'te 3 beraber mənfi kallaq 2 böl k. Bizden soruşur. Neyi soruşur? Ne bileyim. Düşmeyip burada. Ya q böl k'nı soruşur ya k böl q'nı soruşur. Yakın q böl k'nı soruşur. O da mənfi 4'te 3'tür. Çünkü başka mənfi yoktur. Öyle budur. Cevap burada düşmeyip. Burası ise düşmeyip. Çok güman ki budur. Eyni qaydadan 112'de yazacaksın. Bu da eyni şeydir. 113'te ne deyir? Deyir sonsuz azalan həndəsislərin hədlərinin cəmi 9'dur. Yəni S ümumiyyətlə S bizdə B1 bölünsün 1/9 də. O 9'dur. Bütün hədlərin kvadratlarının cəmi. Yəni B1'in kvadratı bölünsün 1/Q'nun kvadratı isə 81 bölü 2'dir. Silsilə vurğunun yəni Q'nu soruşur bizdən. Onda mən yuxarıdan B1'ə vurum, hər tərəf B1'ə vurum mu? Gəlin birlikdə bu ikisini bir yerdə əldə etməliyəm. B1 bölünsün 1/Q bərabər 9 qalsın. Bunu vuruqlarını ayırım. B1 bölünsün 1/Q vurulsun B1 bölünsün 1 üstə gəl Q'də düzdür. Bərabər 81 böl 2. Buna 9 olduğunu nəzərə alsaq. B1 bölünsün 1 üstə gəl Q bərabərdir 9'a bölsək. Burada 9'da axı 81 böl 2'ni 9'a bölsək 9 böl 2 qalır. Və salam. Nə aldıq bizdən?
Deməli vardı bizdə B1 bölünsün 1 çıx Q 9. B1 bölünsün 1 üstəgəl Q'ndə 9 bölü 2 aldıq. Buradan tərəf-tərəfə bölsəm B1'lər geçsin deyə bunun tərsinə vururam. Onda B1'lər geçecək, qalacaq 1 üstəgəl Q bölünsün 1 çıx Q. Bunu da bunun tərsinə vursam qalacaq 2. Buradan Q bərabər 2 Q 1 alalım. Q bərabər 1. Silsilə vuruğu 1. E variantı. Çətin deyil mi? Biraz uzundur. Növbəti sualımız. Deyir ki, verilen ardıcılığın en büyük həddini tapın. En büyük həddini tapaq da. En büyük həddi en naturaldır burada. Mənfi 1 bölü 2A eğer naturaldırsa aparıb bunu yerine koyacaq. Bax bu nömrədə. Funksiya kimi baxırıq da. Baxın. Fx bərabər ax kvadratı üstə gələk bx plus c funksiyasında en büyük həddi və yaxud en kiçik həddi argumenti, yəni x'in mənfi 1 bölü 2, buna da m deyirik də həmişə. Mənfi 1 bölü 2a qiymətinə uyğun qiymətdə alır. O da n'dir. N də y xüsusi bir qiymətidir. O da funksiyada x'in yerinə m'in qiymətini qoyub hesablayırıq. Və yaxud da 4ac çıx b kvadratı bölünsün 4a düsturunu hesablayırıq. İndi biz buna funksiya kimi baxırıq, amma nəzərə alaq ki, burada n nədir? Naturaldır. Yəni, bax, bu natural olsa əgər aparıb yerinə qoyarıq. Natural olsa. İndi gəlin baxaq. N'in argumentimiz burada x'dir, bizdə n'dir. N'in hansı qiymətində? En kiçik qiymətini alır. Baxaq. Mənfi 12 bölünsün 2 vurulsun mənfi 3. O da bərabər. Mənfi 12 bölünsün mənfi 6. O da 2. Bəli, bu naturaldır. Deməli, n'in yerinə 2 qoysam özünün en kiçik qiymətini alır da. Onda belə çıxır ki, A2 en kiçik həddir. A2, n'in yerinə 2 yazsam. Mənfi 3 vurulsun 2'nin kvadratı. Bax burada. 4. Yəni üstə gələk 12 vurulsun 2. Üstə gələk 5. Mənfi 12. Bu da 24. 12 üstə gələk 5. 17. C variantı. En kiçik həddi 17'dir. Amma en büyük həddi üzrsən 17'dir. En büyük həddin nömrəsi isə gördüğünüz kimi 2'dir. Gördüğünüz kimi 2. Çünki n2 tapmışdıq biz nömrəsi. Özünü soruşsa, bir tapırıq nömrəsi tapıb soruşsa belə n. Əgər n natural olmasaydı, n'ə en yaxın natural qiymət götürəcəkdik biz orada. Funksiyanı fərqli olaraq ardıcılıqda belədir. Əgər n natural deyilsə, n'ə en yaxın natural götürürük. En böyük, en kiçiyi hesablayanda. Davam edək, növbəti misal. 115'də deyir ki, ardıcılığın bütün həlləri müsbətdir. Burada n naturaldır, burada çıx olduğuna görə bunun mənfi ola bilər, müsbət ola bilər. Ona görə 2 halın ikisine de baxaq. Birinci halda, əgər 2n çıxılsın 13 müsbət olsa, onda bura müsbət olsa, gələk burada müsbət olsun, düzdür. Onda n kvadratı çıxılsın, üstə gələk 4n üstə gələk, çıxılsın k da gələk müsbət olsun. Burada n tapaq. N böyükdür 6/5'dən. Yəni en birinci 7'den başladı. 7, 8 vesaire. Birinci 7'ni götürsək, n'in yerine 7 qoysaq, 49 üstə gələk 28 çıx k böyük 0. Bu neçə eləyəcək? 60, 77. 77 böyükdür k. K 77'den böyükdür. İkinci halda mənfi olsa, yəni n, bax belə kiçik 6/5 olsa, 6/5'den kiçik 6'dır. Apar yerine qoysun, bura mənfi olsa, gələk burada mənfi olsun. Yeni yerine 6 koyanda burada mənfi olsun. 36 üstə gələk 24 çıxılsın k, gələk mənfi olsun. Onda k böyükdür. Bunlar toplayan neçə eləyir? 60. 60'dan böyük, 77'den kiçik. 77'den kiçik, 60'dan böyük. 16'dan yerdə, hə. 17 yox, 16 çünki ikisi də sayılmadı. 16'dan D variant. Baxaq. 116'ya baxaq. Deyək ki, ədəd silsiləsində ilk 20 həddin cəmi 40. Yəni S 20 40'dır. İlk 25 həddin cəmi 25'dir. S 25 25'dir. İlk 45 həddini soruşur bizdən. S 45 bərabər sual. S 45 nə deməkdir? A1 üstə gələk A45 bölünsün 2 vur 45. Onu da sadələşdirsək A1 bir də A45. 1 ilə 45'i toplayıb 2'ye bölsəm 2 dənə A 46'nı 2'ye bölündə 23 böl 2 vur 45. O da
A x8'si A 23'ün qiymətini bilsəm 45'e vurub hesablayacağım. İndi bəs 23'ün qiymətini də tapım. Yəni bunlar tərəf-tərəfə çıxım. S25 çıx S20 bərabərdir 25'dən 40 çıxıram. Mənfi 15. Bu da nə deməkdir? 25 həddin cəmindən 20 həddin cəmini çıxanda hansılar qalır? 21, 22, 23, 24, 25-ci ədlər. A21, A22, A23 və A24 və A25. Bax, bunların cəmi qalır. O da mənfi 15'dir. Buradan içində A görürük. 1, 2, 3, 4, 5 dənə. 5 dənə A. Təbii ki, yine de arıza olduğuna göre toplayıp sayına bölende 23. Çünkü tek sayıda olduğuna göre ortancılar düşecek. 5 tane A 23 olacak. Siz ayrı ayrı toplayıp 5'e de bölebilirsiniz. Görecesi 23 olur. Mənfi 15. Buradan alalım ki A 23 mənfi 3'tür. Burada A'nın yerine A 23'ün yerine mənfi 3 yazsam. Mənfi 3'ü de 45'e vuranım. Mənfi 135. O da A varyantında görürük. 117'ye bakak görək nədir bu? 117'de deyir ki düsturla verilmiş arasında ikinci əddini tapın. İkinci əddi S2 yani 2 dənə əddin cəmindən bir dənə əddin cəmini çıxsaq bizə nə deyir? İkinci əddi verəcək də. Əsələm eni yerine 2 qoyub hesablayırıq bir dəfə. Bir dəfə də 1 qoyub hesablayıb çıxırıq. Özünüz hesablayarsınız sadədir çünki. Burada düşməyib neyse. Həndəsi silsilənin həmdə silsiləməni gətirən 3 ədədin cəmi 49. Yəni B1 üstə gələk B2 üstə gələk B3 49 oxuya bildiyim qədərilə. Əgər bu ədədlərdən birincidən başlayaraq 1 3 yox 8'dir çox yür. 3 və 12 çıxsaq, 1, 3 və 12 çıxsaq. Yəni birincidən B1 çıx 1, o birisindən 3 çıxaq, B2 çıx 3, B3 çıx 12 çıxsaq, verilən sıra ədədsizliyə əmələ gətirir. Yəni bunların cəmini ortadakinin kimsinə bərabər. Yəni B1 çıx 1 ilə B3 çıx 12'nin cəmi 2 vurulsun B2 üstə çıx 3'ə bərabərdir. Belə bir şey aldım. Bizdən soruşur, bu ədədlərin hansını soruşur. B1 vur B2 vur B3. O da B2'nin kubudur da. Çünki bu ikisi B2'nin kvadratı daxı. Demin B2 tapsam olar. Onda qəşəng. Gəlin belə B1 üstə gəl B3'ün əvəzinə, bu daha yaxşı oldu. B1 üstə gəl B3'ün əvəzinə, bax buradan. B1 üstə gələk B3'ün əvəzinə 49 çıx B2 yazıram. 49 çıx B2 çıx 1 çıx 12 çıx 13 eləyir. Bərabər 2 B2 çıx 6. Qəşəng oldu. 3 B2 bərabər 49'dan 13 çıxan deyir. 36'dan üstünə də 6 gəndə 42. Onda B2 olacağının için 14. Bu onda B2'nin kubu yani 14'ün kubu bilmirəm neçə eləyir. 14'ün kubunu hesaplayarsınız. Burada növbəti sual 50. Bu test topludakine oxşuyur bundan. 50'nin kvadratı görürsünüz çıxılsın 49'un kvadratı. Üstə 48'in kvadratı 47'in kvadratı. Vesaire gördüğüm qədərlə budur. Onu da belli edib buradan başlayaq. 2'nin kvadratı çıx 1'in kvadratı olacağının için bir dəfə toplayıb bir dəfə çıxırıq. 1 vur 3 yani 3. Üstə gələk vesaire. Bunlar toplayıb bir dəfə çıxanda bir elə toplayanda da 95. Bunlar da toplayıb bir dəfə çıxanda 97. Bizdən soruşur bu cəmi. Bu da birinci ədəd, yəni 3 üstə gələk sonuncu ədəd, yəni 97 böl 2 vur sayını tapaq da. Sayını tapmaq üçün sonuncu ədəddən 97'dən çıxırıq birinci ədədi, yəni 3'ü. Bölü silsilə fərqinin içini çarpdıq. Gördüyünüz kimi 2 artıb da. Axırda üstünə 1 gəlir. O da bərabər 94'ü 2'ye böləndə 47 üstündə bir gəndə 48. Bunu hesablayaq. Bu neçədir? 100. Gəlin 48'i 2'ye bölüm 24. Vur 24. 2400 oldu. 2400. Neyse səhv elədim. Hesap səhv elədim də. 95, 99. Bu 99 ona göre.
Silsile fərqi 4'tür. Çünki 95'den sonra 99 gelir. Yok, burada değil. Burada səhv yazdım. Düstur belədir, baxın. Bir də baxaq. Hesab səhv elədim. Deməli 3 üstə gəlir vesaire, üstə gəlir 95. Bu 99 idi toplayanda. 99. 50 ilə 49'dur. Birinci əhəd üstə gəlir sonuncu əhəd. Bölü 2 vur say. Sayda tapmaq üçün deməli sonuncudan 99'dan çıxırıq birincini. Bölü silsilə fərqinə 4'tür. Üstə gələk 1. O da bərabər 99'dan 3 çıxandan neçə edir? 96. 96'nı 4'e böləndə 24 üstündə bir gəndə 25. Və sonra bu neçə edir toplayanda? 102. 102'ni 2'ye böləndə 51 vurulsun 25. Neyse bu edir də hesablayarız. Bunu 2'ye vurup bölsəm gəlin biri. Bu 50'dir. 50'ni 51'e vuranda 50'nin 50'ye 2500, 2550. 2'ye böləndə 1, 2, 7, 5275 aldım. C variantı. Alt-alta da vura bilərsiniz. Növbəti misalımız nömrəsincisi oldu bu. Bilmədim nömrəsincisidir. Karıştı. 118, 119 bu 120 deyək ki. 120. Deyir ki 120 yoxşuyur buradan. 120 sual deyir ki şərtini ödəyəndə də silsilədə A1 vur D hasilini soruşun. Yani A1 D hasilini tapın. Tapaq. Dedi silsilə fərqidir. Burada bu yəqin ki vurmadır. A4 üstə gələk A5 üstə gələk A6. Bunlar ardıcıldır. Burada 3 tane A5 beraber 4, 5, 6 topluyorum. 15'i çöpüldüm. Neçə elədi? 5 elədi. 3 A5 beraber 21 ise A5 olacak 7. Burada A5'in yerini 7 yazsam A6 olacak 5. Düzdür. 35, 7 yerinde 5. Onda A6 beraber 5 indeks bir olanı yukarıda yazıram. İndeks kiçik olanı aşağıda yazıram. Çıxanda bunları altdan 5 çıxanda bir dənə D beraber -2. D -2'dir. Bize lazımdır A1 tapmaq. A1 de beraberdir. A5'den istifadə etsəm çıxılsın 4D. O da 7 çıx 4 vur -2. O da 15 düzdür. Bize deyir A1 -15 vur D yani -2. O da 30 -30 D variantı. 121. Deyir 4'e böldükdə qalıqda 3 alınan bütün 2 rəqəmlərin cəmi bu da sandır. 4'e böləndə qalıqda 3 qalan ilk 2 rəqəmlər hansıdır? 11. 4'e böləndə 11'də. Birincisi 11 deyir. Sonra gəlincə 15, 4'e böləndə 3 qalır. Və s. Axırıncı 4'e böləndə 3 qalan 99 düzdür. Çünki 104'e bölünür, ona görə 1 çıxırıq. Və salam. Burada düstura görə A1 yəni birinci geç yazım. Düstura görə birinci ət üstə gəlir axırıncı ət. Sonuncu ət üstə gəlir. Birinci ət üstə gəlir sonuncu ət böldü ki vursun hədlərin sayı. Tapaq sayında axırıncı ətdən 99'dan çıxırıq birinci ət yəni 11'i bölü silsilə fərqindən içini çarpıb 4 artıb üstəndə də 1 gəlir axırda düsturudur. 99'dan 11 çıxanda 88, 88'i 4'e böləndə 22, 22'nin üstünə bir gəndə 23. Bunlar toplayan neçə edir? 110. 110 2'ye böləndə 55. 55 vurulsun 23. 11 vurulsun 55 20'se vuran neçə edir? 5 20'se vuranda 115. 10'dan 11'e vuranda 5, 6, 2, 1. 1265 aldım ben. Alt-alta da bunu hesaplayarız. Dersiniz. Her ihtimal qarşı siz alt-alta bunu hesaplayın. Çünkü ola bilər hesap səhv edirsiniz. Növbəti sualımız 122. 122. 200'e qədər 3'e qalıqsız bölünən bütün cütədlərin cəmi. 3'e qalıqsız bölünən bütün cütədlərin. 3'e qalıqsız bölünən ilk cütəd hansıdır? 6. Daha sonra 3'e bölünən cütəd 12'də düzdür. Üçe qalıqsız bölünən bütün cütədlərini. Üçe qalıqsız bölünən cütədlər. Yəni 6'ya bölünən deməkdir. 3'e bölünən cüt, yəni 6'ya bölünənlər, bəli. Üstə gəlir və s. axırıncı neçə olur bilmirəm. Görək ki buradan 6'ya bölünənlərin 200'dən kiçik olsun da. 200'e qədər deyir. Buradan eni tapaq, en neçədir?
200'ü 6'ya böləndə 2 bərabərdir. 200'ü 6'ya böləndə tam hissəsini götürəcəyik. 200'ü gələk bölə 6'ya. 3 dəfə 18. 20'in içində 33 dənə. Bəli, 33 dənədir. En 33'dür. Gəlin bunu sonuncu rəqəm lazım deyir bizə. Gəlin bu üstünü hesablayaq. 2A1 üstə gələk E-1D böl 2 vur en üstünü tapaq. Esindən. En 33 tapdıq buradan. 33 tane həddi var görürsünüz. En 33'dür. A1 zaten var 6'dır. D de 6'dan sonra 12 geldiğinde D de 6'dır. Beraber. 2 vurulsun A1 yani 2 vurulsun 6 12 üste gelek. N'de 33'tü. 33'ten bir çıkanda 32 vurulsun D. D de 6'dır. Böyle 2 vurulsun 33. O da beraber. Bunu 2'ye bölsem 6 üste gelek. Altı üste gelek 2'ye böldüm. 3'ü 32 vuran 96. Vur 33. O da beraber 112 vur 33. O da bir bakın neçə yer. Biraz saltalda. Keçək növbəti suala 123. 123. Deyir ki cəmini tapın. Gördüğünüz gibi bu sonsuzluq yox. Bu 40'dan neçədir? 35. Bu 2 qalsın. O bilərin məxrəci 40'dır. 40'a gətirəndə 3 üstə gələk, 7 üstə gələk və s. və 35. Gəlin birinci kəsin surətini hesablayaq. 3 üstə gələk, 7 üstə gələk və s. 35. 35 ardından aldıq. Baxın burada 8 idi. 8 de 7 idi. Bunlar hamısı 40 olduğuna görə 40 olsun demək 5'e vurdum. Bu 40 olanda onda bu da 35 olacaq deyə oradan aldıq. O da bərabər. Üstə görə birinci əhəd, üstə gələk sonuncu əhəd. Böl 2'yi vur say. Sayda tapaq. Sayını tapmaq üçün sonuncu əddən çıxırıq birinci əddi. Böldük siz aradaki fərqə, yəni 4'ə. Axırda üstünə 1 gəlirik. O da bərabər. 35'in 3 çıxanda 32, 32'yi 4'ə böləndə 8, 8 üstü 1 gələn 9. Bunlar toplayan çeyilir 38. 38 2'ye böləndə 19, 19'a 9'a vurdum. 19'u 9'a vurdum. O da çeyilir 171 idi desin. 9 ve 9'un 81. Bəli 171. 2 üstə gələk 40'da 171. %71 4'e böləndə 40'a böləndə 171'i 40'a böləndə 0 tam yox niyə 2 tam 2 de değil hatta 4 tam 160 kaldı 21 virgül 210 içinde 5 dəfə 200 100'ün içinde 2 dəfə 80 200'ün içinde 5 dəfə 2 de karşı 2 tamla 2 de vardı 2 ile 4 tam 525 toplayıram. O da 6 tam 525 525 aldım ben. Ama 275 var. Neyse söyledim ben. 9 19'a vuram da düzdü. 38 2'ye vurdum 19 19 9'a vurdum. 32 bölü 8 birden 9 böldüm. Burada ne alalım? Deməli 171. 9'u 19'a vuram. 9'a 9 81. 9'a 1 9 18'de 8'de 7 19 8'de o. 17'de düzdü. Böl 45 hesap böldüm. 160. Burada kaldı 11 kaldı. He, hesap bölmüş. 110 içinde 2 dəfə 80. 30'un içinde 75 gelir. Bəli. 2 tam da karşıda vardı. 6 tam 275. O da C variantı hesap bölmüştü. Devam edirik. Növbəti sualımız 124. sual. 124. sual. Bu 4'tü. Deyir ki verilib bu. Bunu soruşu bizden bunu. Baxaq. 18'den 24'ün ortancılığını tapabilirik mi? Toplayanda 30, 42, bəli 2'ye böldüm 21. Belə çıxır ki bu ikisi B21'in kvadratıdır. B21'in kvadratı bərabərdir 10'da 3'e.
Bizden soruşuq bu ifadəni. Gəlin, bax, bununla bunu toplayıram. Yenə 42. Belə çıxıb bu ikisinin əvəzini yenə 21'in kvadratını yaza bilərəm. 2 vurulsun, bax, bu ikisinin əvəzini yenə 21'in kvadratını yazdım. Vurulsun, bu zaten 21'in kvadratı vardı da. O da beraber 2 vurulsun. 21'in kvadratını tapmıştım. Onda 3. Bu da yine onda 3. O da %18. O da D varyantına düştü. Deyir ki 126-125'te deyir ki bankada olan bir bakteriye her 20 saniyede 2 hisseye bölünür. Eğer bankaya bir bakteriye salınarsa 3 dakikadan sonra 20 saniyeden bir bölünürse 3 dakikanın içerisinde 20 var. 6 dene yok. 3 dakika 180, 180 20'ye veren 9 dene. Bəli, 2 üstü 9 dene bakteri olacak. Çünkü her dəfə 2'ye bölünür axı. 3 dakikanın içerisinde 9 dene 20 var. Ona göre 2 üstü 9 olacak bakterinin sayı. Çünkü her dəfə 2'ye bölünür. Bəli. O da neçə yer? 512 yerdə, bəli. E variantı. 126 ədəd silsilə təşkil edən 3 ədədin cəmi 18'dir. Yəni A1 üstəgəlik A2 üstəgəlik A3 18'dir. Yəni 3 dənə A2 18 ise onda A2 6'dır. Yəni ortancıl 6'dır. Ortancıl 6'dır. O birisinin onun əvvəlkini bilmirəm. 6 çıx D'dir. Daha sonraki de 6 üstəgəl D'dir. Bir yazaq. Baxaq gör nə deyir. Bu ədədlərin birincisine 8 əlavə edirəm. Olacaq nə? 8 əlavə eləsin birinciyə 14 çıx D olacaq. Diğerlerini değişmirəm. 6 ve 6 üstəgəl D qalacaq. Alınan ədədlər həndə silsilə əmələ gətirəcək. Onda həndə silsilə xassəsinə görə kənar ədədlərin hasili ortancıl ədədin kvadratına bərabərdir. Yəni 6 üstəgəl D vurulsun 14 çıx D bərabərdir. 6'nın kvadratı yəni 36. Buradan D'nin seçməyini tapmaq daha yaxşıdır. Neçə olsun D? 36 neçə, bu neçədir? 3 vur 12'dir. 9 vur 4'tür. 18 vur 2'dir. Bu çok manki 18 vur 2 olacak. 18 bu 2 olsa D neçə olacak? 12. Bəli. D'nin yerine 12 yazsam 6 üstə gerek 12 vurulsun 14 çıx 12. 18 12. Hə düzdür. D2. Siz eğer bir tapa bilmirsinizsə vurup açıq kvartalini yaza bilərsiniz. D12. D12'dir. Bizden soruşur neyi? Onda belə çıxır ki, deyir, bu ədədlərin hasilini tapın. Əvvəlki ədədlər, yəni bunun. Hasil nə olacaq? 6 vurulsun 6 çıx 12, yəni mənfi 6. O da 6 üstə gəl 12, yəni 18. O da verib mənfi 216 vur 3. Başka şey aldık. Həndə sizləmə gətirək. Bu ədədlərin hansını soruşur bizdən? Əvvəlki yox, alınan ədədlərin hansını soruşur yəqin bizdən. Sonraki alınanların hansını soruşur bizdən. Yox, düz yazmadım. Onda 216 eləyərdi ilə. Neyse verdim ben. 14 çıx D 6 üstə gəl D beraber 6 olsa, 36 olsa D gərək 12 olsun D. Birincisine 8 əlavə edib, digərlərini değişməsi alınan ədədlər həndə sistemine getirir. Bu ədədlərin hansını tapın. Dur yazmışıq da. Birincisi mənfi 6 çıx D, yəni mənfi 12'dir. O birisi 6'da, o birisi də 6 üstə gəl 12, yəni 18'dir. Bunların cəmi 18 20. Yox. D 12 olmadı. 18. Mənfi 6 değil bu. Mənfi 6. Bunların aslı nə eləyir? Mənfi eləyir. Ama cavabda mənfi yoxdur. Çox güman ki bu cavabda problem var. Çünki bunların cəmi həqiqətən də 18 eləyir. Buna 8 əlavə eləsə necə olur? 2
O bilen değişmirəm. 6, 18, bəli. 2 dəfə 18-in 36, 6'nın kvadratı edir, bəli. Ədlərimiz bunlardır, amma cavab, hasil cavab da burada yoxdur. Bu Mega Giriş kitabında var bəzən belə. Bəzən misalın cavablar düzgün gəlmir. Olacaq mənfi neçə mənfi neçəsi olmalıdır. Cavab yoxdur burada. Deməli 127'ye baxaq. Həlli doğruydu amma. 127'ye baxaq. Üç heç. Birincisi 3'də 2'dir. Bunun 2'ye vuranda bunu alır. 9'da 2'ye. Bunun 9'da 2'ye vuranda bunu alır mı? Bəli. Q belə çıxır ki 9'da 2'dir. 27'de 4 üstə gəlir vesaire. Birinci adı buradan başlamış çünkü bunun 9'da 2'ye vuranda ikinci alınmır. Ona göre 3 kalır. B1 bak buradan başlayır B1. B1 budur 3'də 2. 3'də 2 çıxılsın 1 çıxılsın Q de 9'da 2'dir. O da beraber 3 üstə gələk. Yuxarıda 3'də 2, aşağıda 9'da 7. O da beraber 3 üstə gələk. Bunun tersine vururam. 3'də 2'ni vururam tersine 7'də 9'a. O da bir geçse 3 kalacak 7'də 6. 3 tam 7'də 6. 3 tam 7'də 6. Yeri saxlamayıb da 7'də 21. Üstə gəl 6, 28. 27. 20 üstə gəl 6, 27. Bəli. D variantı belə saxlayıb. Növbəti sualımız 130, 128 heç yaxşı düşməyib. 128'in suala baxaq. Nədir burada? 2x çıx 3'dür mü? Nədirsə yaxşı görünmür. Ədləri həm ədədi həm də sizə təşkil edirsə ifadəsinin qiymətini tapın. 2x çıx 3'dür mü? Bilmirəm. Bu 5 deyir. Bu da 3y çıxdı mı? Üstə gəldi mi? Bilmirəm. Həm ədədi həm də sizə təşkil edir. Nə demək? Yəni bunların cəmi bunun ikimisində bərabərdir. Bunların hasili də bunun kvadratına bərabərdir. Onun tənlə istimalı bunu əldə edəcəksiniz. Yaxşı düşmədiyinə görə bilmirəm. Növbəti sualımız deyir ki, AN azalan ədəd silsilədir. A4 çıx A3, A5 çıx A4, A6 çıx A4. Görə bilmirəm bunda. Baxın görüm A5 çıx A neçə dayanır? A4 deyək ki bu. A5 çıx A4'dür, A6 çıx A4'dür. Belə. Olarsa silsilə fərqini tapaq. Bu nə bizə D verir, bu da D verir, bu da 2D verir, düzdür. 6'dan 4 çıxanda 2D verir də. D modul D ha, üstə gələk yenə modul D. Üstə gələk bu da modulda 2 modul D. Bərabər 24. 4 tane modul D beraber 24. Modul D beraber 6. Azalan dediğine göre D mənfi olmalıdır. Onda bir çıxıyor D mənfi 6 olacaq. E variantı. 130'da deyir ki artan ədəd artçılıq olarsa artan nə deməkdir? Yəni böyükdürsə onda indeksi böyük olmalıdır. Böyük nömrəli hədd böyükdür. 4n çıxılsın 1 böyükdür 13. 4n böyükdür 14. N de böyükdür 3 tam onda 5 düzdür. N'in en kiçik qiymətini tapın. 3 tam onda 5'dən böyük en kiçik ədəd 4'dür də. 131'de deyir ki 131'de azalan ədədi artçılığında bu da eyni şeydir. Yəni bu bundan nə deyir? 4n çıxılsın 5 kiçikdir. Yox, azalan deyəndə tərsinə. Nömrəsi kiçik olan, özü kiçik olan nömrəsi böyükdür. Böyükdür. N üstə gəl 7. N burada müsbət olmalıdır. Nəzər alaq. Buradan alalım ki 4n. Bax bunu nəzər almaq lazımdır. Hökmən çıxılsın 5 böyükdür 0. N böyükdür 1 tam 25'dən böyük olmalı. Yəni N en az 2 olmalıdır. Baxa görək olur mu? Alalım buradan bu sola keçsin. 3n böyükdür 12. Bəli n böyük 4. 4'dən böyük en kiçik 5'dir də. Zaten bu hədd şərt ödəyir. Növbəti sualımız 132. Hər şey fikir vermək lazımdır. Bunun nömrə olduğunu nəzərə alanda düz yazırıq. Yoxsa belə səhv edilmə ehtimalı artır onda. Baxaq burada nə deyir? A2 üstə gəl A5, A6 üstə gəl A9, 0,4 olsa
Ədədi silsilədir burada. A1 deyilini ifadə edək də, başqa nə şans var ki? A1 deyilini ifadə edək, bəli. A2'nin əvəzini yazıram. Çünki bunların 2 ilə 5'in cəmi 7'dir. 7'ni 2'ye böləndə 3,5 yer səhv eləməz bizə. A1'in əvəzini A2'nin əvəzini A1 üstə gəl deyə yazıram. A5'in əvəzini A1 üstə gələk 4 deyə yazıram. Məxrəcdə 6'nın əvəzini A1 üstə gələk 5 deyə. A9'un əvəzini A1 üstə gələk 8 deyə yazıram. Bərabərdir 0,14 yəni 5'də 2. Sadələşdirək. Yuxarıda 2A1 üstə gəl 5D. Aşağıda 2A1 üstə gələk 13D. Bərabər 5'də 2. Buradan A1 ilə D-nin arasında əlaqəni tapaq. Tapaq görək nə eləyir. Çarpaz vursam nə alıram? Öncə belə vururam. 10A1 üstə gələk 25D bərabər 4A1 üstə gəl 26D. 6A1 bərabər D. Yəni D-nin yerinə 6A1 yazaq da gəlin. Uzun gitməyək. Bizdən soruşdu bunu. A6'nın yerinə A1 üstə gələk 5D yazıram. Aşağıda 2D. Yox 2A1. Deyək ki D-nin yerinə 6A1 yaz. Burada D-nin yerinə 6A1 yazaq. A1 üstə gələk 5 vurulsun 6A1. Bölünsün 2A1. O da yuxarıda 31A1. Bölünsün 2A1. A1'lər yıxsa get 31'də 2'ye bölünsə düşür. 31 2'ye 15 zamanında bir şeydə bəli. Səlgəl yazın bir də bakın. Bir də səlgəl yazın. Buradan aldıq ki bakın. Bak buradan aldıq ki 10A1'den 4A1 çıxdım. 6A1 bərabər 26D'dən 2'nin 13'e vuranı 26 edir. 25 D'nin çıxdım. Bir dənə D qaldı. Yəni D'nin yerinə 6A1 yazaq da. Gəlin bir yazaq. Bax burada A6'nın əvəzini yazıram. Səlgəl yazım. A1 üstə gələk 5D. D'nin də əvəzini 6A1 yazıram. Məxrəcdə 2A1 idi. Yuxarıda bu 30A1 idi. Bir A1 də burada 31 dənə A1. Aşağıda 2A1. A1'lər yıxsa gedir. 31'də 2'ye bölən 15 onda 5 eləyir. Bir də səlgəl yazan daha iş göstərir. Növbəti sualımıza baxaq görək neçənci sualdır. 133. Ədədi silsiləsində S25 olsun. S25 nədir bizdə? A1 üstə gələk A25 bölü 2 vur 25. O da bərabər 1 ilə 25 toplayıb 2'ye böləndə 2 dənə A13 eləyir. Böl 2 vur 25. Və salam A13 tapsaq 25'e vuracağıq biz. Bəs A13 ardını tapaq. S14 çıxılsın S11. Yəni 14 dənə həddin cəmindən 11 dənə həddin cəmini çıxırıq. Qalır nə? 11'dən sonraki hədlərin cəmi. Yəni A12, A13, A14. Bunlar qalır. 138. Burada toplayanda gördüğünüz gibi burada 3 dənə ardıcıldır. 3 dənə A13 eləyir. 138 ise onda A13 bərabər 138'i böləndə isə 46. Bəli. 46 vurulsun 25. 46 vur 25. O da beraber 23 vur 50. 115.150 aldım ben D variantında. Növbəti sualımız 134. sual. Deyir ki, həndə sislədə B'lərin arasında toplama çıxma varsa B1 köyünə və yaxud da ortaq vurul çıxartmanı yazın. Onun 4-cü ədini tapın. Tapaq. Yuxarıdan B7'den çıxım. B10 B7 vurulsun köyünün kubu da ona göre. B7'den çıxdım köyünün kubu qalacaq. Üstə gələk 1 bərabər 48. Aşağıdan yenə B4 çıxardım. B4'ü çıxardanda B7'nin B4 vurulsun köyünün kubu olduğunu nəzərə alsaq. Köy kubu üstə gəl 1 bərabər 12. Gəlin bunlar tərəf-tərəfə bölək. Tərəf-tərəfə böləndə bunlar xısa gedir. B7 bölünsün B4 də Q üstü 3 eləyir. Çünki 7'den 4 çıxan 3 eləyir axı. Bərabər 48'i 2'ye böləndə 12'ye böləndə neçə eləyir? 4. Q'nun kubu oldu neçə? 4. Niyə belə rəqəm alındı?
Dördüncü ədəd tapın soruşur bizdən. B4 soruşur bizdən. Heç geçen gemi alınmadı. Olsun eybi yok. Gel, buradan ne park yerine düzlü oldu diye buradan park yerine koysam alınır. Alıram B4 vurulsun. Bizden dördüncü ədəd soruşur zaten. Burada kişi var park yerine koyuram. B4 vurulsun Q'nun kubu. İşte gel 1 beraber 12 değildi. Q'nun kubunun yerine 4 yazsam B4 vurulsun 5 olacak. Vur beraber 12. O da 12'nin 5'e 2 onu 4 ediyor. Da kişinin alındı bəli. Növbəti sualımız. Diğer ilk ədədin cəmi düsturla verilmiş ədəd seçilen neçə həddin cəmi? Neçə ədədin cəmi? 119'dur. Yani bu 119'a beraberse n neçədir onu demək istəyir. N vurulsun 2, n üstə gələk 3 beraber 119'a en naturallarını seçecek cevaptan. Veyahut da vurmayın diye. Kvadrat yani kim ilgiye verir? Mesela cevaptan seçmiyorum. N3 olsa N9 olsa 9. 9 vurulsun 18 üstə gələk 1, 3. 18'in üstüne 3 gelende 21, 21. 9 vur 21 yok böyle yerde oldu. 5 olması yakın ki 7'ye bakalım. 7 vurulsun 14 üstə gel 3, 17. Bəli bu olacaq idi. 7 defa 70 bu 49 da bu bəli 7. Vurup açık kvadratlarını kimle yazabilirsiniz. Növbəti sual 136. sual deyir ki artıcılığı sabit artıcılıqdır. Sabit artıcılıq bilsin ne demek? Yani a n beraber hansı bir sabit ədəd. Yani n'in asıllık yoktur. N'in asıl olmamak için gerek burada ne olsun? Bu emsal n'in emsal 0 olsun de. Yani x çıkılsın 3 beraber 0 olsun. X beraber 3 olsun da. Burada x'in yerine 3 yazsam alırım a n beraberdir. Burası 0'a gelir x'in yerine 3 yazıram çünkü. Onda bura olacak 15. A n 15'tir. Aparam yerine yazıram. X de 3'tür düzdür. Aparam yerine yazıram bak burada. A n'in yerine 15 yazıram. X'in yerine 3 yazıram da burada. 9 üstə gələk 4 vur 3 çıx 1. 12 11 20. O da x'e geçse kalır 4'te 3. A variantı. Bu nöqsanı bəyək yazmışdım. Məxrəci vurğuların ayrın firqula usulunu həll edin. Növbəti sualımız 18. 138 bunu 90 yazmışdım. Burada A10'u soruşur. Olsun yaxşı bir yazaq gelin. A10 beraberdir. AX'den ya da AY'ın istifadəliyi fərqi yoxdur. AX yazsam əgər 10 çıxılsın X vurulsun D lazım mənə. D'ni tapaq. AX beraber Y ise AY beraber X ise bunlar tərəf-tərəfə çıxsam indekslərin fərqi qədər D. Yəni X çıxılsın Y D solda qalır. Sağda da X, Y çıx X. Bunlar bir-birinin əksidir. Onda D mənfi 1'dir. Apa burada D'nin yerine mənfi 1 yazıram. AX'in qiyməti Y-də. Y üstə gələk. A10 beraberdir. Y üstə gələk. 10 çıxılsın X vurulsun mənfi 1. Yani Y üstə gələk X çıx 10 olacaq da. O da B variantında. Oxşarını yazmışdım ama bəyək. Bunu oxşarını yazmışdım. Özünüz yazarsınız. 140'a baxaq. X 8 2y sırası ədədi seçilən ilk 3 ədədidir. Yəni kənar ədədlərin cəmi ortancıl ədədin ikimisindən bərabərdir. Yəni x də gəlir 2y bərabər 16'dır bu cibdə. Bir də bunu verib bizə. X çıxılsın 3y bərabər 4'ü sağa keçirin mənfi 4. Buradan təmizlə sistemindən alıram ki 5y bərabər 20. Tərəf-tərəfə çıxıram da y bərabər 4. Y 4 olduğunu nəzər alsam burada. X də bərabər 16'dan çıxıram 8'i 8. Düzdür? Məndən soruşur nə? Bu silsilənin ilk 20 həddin cəmini tapın. Gəl silsilənin özünü təyin eləyək. X 8'dir. Sonra gəlir yenə 8. 2 dəfə 4'ün yenə 8. Mesela. Onda belə çıxır ki ilk 20 sabit həddir, sabit artıqdır. İlk 20 dənə həddin cəmi ilə 20 dənə 8 deməkdir. O da 160 eşit düstura ihtiyaç yoktur. Çünkü sabit artıcılıqdır.
12, 12 bəli. X 8, 8, 4, 12, 12 bəli düz yazmışıq. Nəhayət 41-ci sual. 141-ci sualda nə deyir görək? Bu biraz kov falan var burada. Nə deyir görək? Çox hərf var burada. Baxa gör nə deyir. Deyir ki, bu, bir də bu. Ədədlər həm ədədi, həm də həndəsə sislərinin ardıcıl ədədlər olarsa. Həm ədədi, həm də həndəsə sislərinin ardıcıl ədədlər olarsa. Ədədi olduğuna görə gəlin bunların fərqini görün. İkinciden birinci çıxın görün. Silsə fərqi nə qədərdir gəlin. Burada A kub olduğuna görə onu bir sadələşdirmək istəyirəm. Çünki A kubu çox böyük rəqəmdir. İxtisarda falan da getmədi gördüm. Bunu buna böləndə ixtisar falan getmir ha. Ən yaxşı baxaq. Bundan bunu çıxaq. Görək nədir? D nəyə bərabər? D o. Silsə fərqi D. 2B üstə gələk 4A'dan çıxacam. Bax bunu birincini. 3A çıx 2B üstə gəl 4. 2 islah gedir. A üstə gəl 4. Yəni, üçüncü ədəd, bax bu birincidir, bu ikinci, üçüncü ədəd tapmaq üçün bunun üstünə A üstə gəl 4 gəldim. Silsə fərqi budur. A üstə gəl 4 gəlsəm, bax ikincinin üstünə olacaq 5A üstə gəl 2B üstə gəl 4. Yəni, bu buna bərabərdir. Düzdür. 5A üstə gəl 2B üstə gəl 4. Orada B A üstə gəl 4 gəlir. İndi bunlar deyir həm də həndəs hissədir. Yəni kənar ədədlərin hasiliyi, yəni bunun hasiliyi. Kub olduğuna görə bunu götürmürəm, bunu götürürəm. Yəni 3A üstə gəl 2B biraz uzun olacaq deyəsən bu. Burası kənar ədədlərin hasiliyi 5A üstə gəl 2B üstə gəl 4. Bərabərdir ortancıl ədədin, yəni 2B üstə gəl 4A'nın kvadratının üçün həndəs hissədir bu həm də. Yəni sadələşdirək biraz uzundur. 3A'nı 5A'ya vuranda 15A kvadratı. 3A'nı 2B'ye vuranda 6B. 3A'nı 4'e vuranda 12A. 3A'nı vurduk. 2B'ni vursak 10AB. Üste gerek 4B kvadratı. Üste gerek 8B. Bunda vurduk. Menfi. Buradan yazırım. Menfi 20A. Menfi 8B. Menfi 16. Beraber sağ tarafa açaq. 4B kvadrat üstə gələk 4 dəfə 8 16AB üstə gəl 16A kvadratı bərabər var. 4B kvadratlar islah geçsin. 6B hardan olmuştum ben burada? 3A'nı 2B 6AB'dir bu. 10AB 6AB 16AB burada 16AB verdi. Bəli. Bunlar islah gedir. Başka 8B, müsbət 8B. Bunlar da islah gedir. Gördüğünüz gibi bunlar da geçen getdi. Ne kaldı? Sol tarafta 15A kvadratı. Üstə gəl 12A, çıx 20A, çıx 16. Çıx 8A, çıx 16 kaldı. Sağ tarafta tək 16A kvadratı kaldı. Gəl onu da burası sağa geçirim. Allahım A kvadratı, çıx 8A, üstə gəl 16. Çok eşit bir şey aldım. A, çıx 4'ün kvadratı aldım. Onda A olacaq necə? 8. A 8'dir. Onda silsilə fərqi, bax bunun D. A üstə gəl 4'ü daxı. Onda silsilə fərqi 8 üstə gəl 4, 12'dir. Vəssalam. Bizdən sonra şimdi A çıx B-ni. Bəs B-ni hardan tapaq? B-ni hardan tapaq? Gəlin birlikdə bunları bir-birinə bərabər eləyim. B-ni oradan tapın. Bax bu, yəni A kubu çıx 2B. Ne böyük ədəd alındı. Düz aldım mən görən. Ay yox, mən səhv almışam. Burada 16'ya bərabər deyil, 0'a bərabərdir. Burası səhv eləmişəm. A çox böyük ədəd alındı, ona görə şübhələndim. Bu A çıx 4'ün kvadratı. A çıx 4'ün kvadratı bərabər 0'dir. Onda A 4'dür. Onda D, bax D görürüz, A üstə gəl D. D neçədir? 4 üstə gəl 4, 8. Yəni bundan bunu çıxsam 8 eləyəcək. Yəni A kubu çıx 2B'dən 2B
Den çıxsam 2B çıx 4A'nı bərabər olacaq 8'e. Ne? Deyil 8 idi bəli. Buradan ne alıram? A'da 8, A4'da 4'ün kubu yani 64 çıx 4B çıx 4 dəfə 4'ün 16 bərabər 8. 4B bərabər 64'den 16 çıxdım 32. 32'den de 8 çıxdım 24 düzdür. B de 4 oldu. Yok B de 6 oldu. A çıx B. Niye aldım? Səhv aldım. Çıx 2B çıx 4A. A neçədir? 4'tü də düz almışım. Neyse səhv elədim ki. Nerede səhv elədim mən? A kubu çıx 2B çıxılsın. 2B çıx 4A bərabər silsə fərqi 8. A 4'tü də 8 düz yazmışım. 64 16 64'ten 16 çıxanda səhv çıxmışam. 64'ten 16 çıxanda 48. 48'den 8 çıxanda 40. Bu 10'dur. Yine səhv elədim neyse. Çünkü açıq B mənfi değil. Mən səhv elədim neyse yine. A4 bu qalsın içimdə bu heç. Gəlin A'nı 24 koyun. Gelin burada A'nı 24 koyun. A'nı 24 yazsam burada bakın. A'nı 24 yazım 2B üstte gelek 16. A'nı 24 yazsam 64 çıx 2B. Diğeri bayaq A üstte gel 4 tapmışdım de. A üstte gel 4. Düz yazmışım. Yani bunun fərqi 8 eləməlidir. 64 çıxılsın 2B'den çıx 2B çıx 16 bərabər 8 alınmalıdır. Yine eyni şey aldım. 4B bərabər 24 40. B'ni 10 alırım. Ben harda səhv elədim. A çıx B. Peki burada səhv eləmişim. Çıx 20A düzdür. Mənfi 8A. Çıx 16 bu da düzdür. A kvadratı çıxsın. Burada üstə gəl 8 deyil. Bu sağa keçən üstə gəl olmalıdır. Üstə gəl 8. Bu üstə gəl 4. Bu da mənfi 4. Vəssalam. Onda D nə olacaq? Bir dənə işarə səhvi. D A üstə gəl 4'dür də. D A üstə gəl 4'dür. Yəni mənfi 4 üstə gəl 4 0'dır əslində bu. Onda belə çıxır ki, bunlar nədir? Bir-birinə bərabərdir də. A'nın yerinə 64 yazdım. Gəlin bir yazaq. 64. A'nın yeri mənfi 64. A mənfi 4 çünki. A'nın yerinə mənfi 4 qalsın. Mənfi 64 çıxılsın. 2B bərabərdir. 2B üstə gəl 4 vurulsun. Mənfi 4 yəni çıx 16. Buradan alalım ki 4B bərabər mənfi 48. B də mənfi 12. Bəli. İndi bizdən soruşur A çıx B. Yəni mənfi 4 çıx mənfi 12. O da 8. Nəhayət ki 8.